Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Aydın məsələdir ki, bugün ikinci zona buraxılışları oldu 9-cu siniflər üçün və bu gördüyünüz sualları mən yenidən yazdım. PDF olaraq hazırladım səliqəli şəkildə. Telegram kanalımızda paylaşmışıq, qruplarımızda da paylaşmışıq. Müəllimlər də istifadə edə bilər, şagirdlər də. Yəni təmiz versiyadır. İndi uşaqlar, birinci zona imtahanı ilə, yəni 5 aprelindən bunu müqayisə eləyəcəm. Ümumilikdə imtahan dəhşətli imtahan deyildi, səhv sual yox idi, yəni mən səhv görmədim. Bir dənə nisbətən problemli deməyək, uşaqları çaşdıra biləcək sual var burada bir dənə. İndi deyəcəm, ona da toxunacam, amma ümumilikdə suallar çox yaxşıdır uşaqlar. Hətta bəzi suallar təkrar idi, birinci zonada olan sualların eynisi burada var idi, sınaqlarımızda olan suallar idi. Qeyri-adi, çox qeyri-adi, anormal sual yox idi. Bir çaşdırıcı sual deyəcəm, bircə dəqiqə uşaqlar. Burada var idi 2,5 olan. Tapa bilmirəm hal-hazırda. Hə, tapdım. 11-ci sual. Kəsirin məxrəci sürətindən 1 vaid böyükdür. Burada 2 dənə qiymət alınırdı, səhv xatırlamıramsa. Biri 4 idi, digəri -5. Səhv etmirəmsə belə idi. 4-dən -5. Bura -5 olsa, yuxarıda 1 vaid çox, -4 olsa, yenə də əslində şərt ödənir. Baxın, təkrar edirəm. Bəzən uşaqlar buna şey deyirdilər, səhv deyirdilər. Baxın, biz kəsirimizə dedik ki, x plus 1, daha doğrusu, məxrəci sürətindən 1 vaid böyükdür. Yuxarıda da x-dir. İndi biz 2 qiymət tapmışıq, 4 və -5 tapmışıq. Bu səhv sayılmır uşaqlar, deyəcəm indi səbəbini. 4'ü yazanda burada alınır ki 5'də 4. Bax, bu suallardan biz işləmişik. Bu sualın özü, yəni məşhur sualdır, Topulda da var bu sualdan. Durub məsələn sınaqlarımızdan göstərə bilərəm və yaxud da bir çox adam deyə bilər ki, mən istifadə eləmişəm, bir çox müəllim daha doğrusu. Yəni uşaqlar, standart sualda hər yerdə olan suallardır. Ona görə xüsusi bir vurğulanmağa ehtiyac yoxdur. Həmişə də belə problemlər yaranır bu suallarda. Çünki sualın şərtində dəqiq qeyd olunmalıdır. Burada kəsir dediyi üçün kəsir mənfi də ola bilər, müsbət də ola bilər. Yəni mənfi müsbət fərqi yoxdur. Amma digər halda, məsələn, -5 olsa, yuxarıya -5, aşağıya -5 plus 1, -4 qalmalıdır. Bu da ixtisar edir, 4'də 5 olur. Siz belə düşünün də, bu sualın 2 cavabı var. Biri 5'də 4'dür, digəri 4'də 5'dir. Aydındır. Əslində, burada ya müsbət olmalıydı, adi kəsir sözü qeyd olunmalıydı. Yəni sualın tam %100 doğru olması üçün bu şərt olmalıydı. Ya da sürət və məxrəci müsbət ədəd olan deməli idi. O da olmadığı üçün biz hər iki halı düzgün saya bilərik. Amma təbii ki, biz ilk olaraq halımıza 4 gəlib, 4'ü seçib 5'də 4 qeyd edirik və cavab da 5'də 4'dür. Amma digər hal 4'də 5 də doğrudur. Çünki bir-birini toplayanda yenə sənə 2,5'i verəcək. Nəticədə sən bunu tərsi ilə toplayacaqsın. Yəni uşaqlar, onsuz da siz -5 götürüb 4'də 5 yazmış olsaydınız, o cavablarda olmayacaqdı. Ona görə 5'də 4 götürürsünüz. Yəni sualda bir kəskin problem yoxdur. Qoyuluşunda biraz texniki deməyim, nəzəri yanlışlığı var. O da ki, çox ciddi bir şey deyil. Təbii ki, demək üçün ciddidir, biabırçılıqdır, amma bizim nəticəmizə, cavabımıza bir təsiri yoxdur. Bir dənə də sual, bu 24-cü sual idi. Xeyli sayda uşağı çaşdırıb, hətta xeyli sayda uşaq bu sualı səhv eləyib. Çoxluq sualına oxşur, amma çoxluq sual deyil. Bu sualdan da işlənilib, bu sualda düzdür, çox deyil, hər yerdə yoxdur, amma bu sualda işlənilib. Sınaqlarımızın içərisində bu sualdan olmalıdır. Tapsam paylaşacağım sizinlə, sınaqlar çoxdur çünki. Buraxılışa da düşüb məncə belə bir sual. Tam xatırlamıram, amma məncə düşüb belə bir sual. Bizə deyir ki, fizika və kimya fənləri üzrə qiymətləndirilir. Fizikadan, məsələn, məqbul, bir də qeyri-məqbul. Kimyadan məqbul, bir də qeyri-məqbul. Qiymətlər alır. Uşaqlar, bunun izah eləmədən öncə bir şey deyim. Bizim bu yaxınlarda yay qruplarımız atılacaq. Çox möhtəşəm qruplar olacaq, çox möhtəşəm dərslər olacaq. Maydan başlayacaq, mayın əvvəlindən. May, iyun, iyul. 3 ay davam eləyəcək. 4 qrup açılacaq. İndi şagird sayını nasıl olaraq dəyişə bilər. Burada məqsəd yay dərslərinin iki hissəli olacaq. Birinci hissəyə qoşulmaq istəyən uşaqlar bazası zəif olan uşaqlar olacaq.
Yəni 8-ci siniflərdə, 9-cu siniflərdə, 10-cu siniflərdə qoşulacaq. Birinci hissənin ən önəmli mövzuları keçiləcək. İkinci hissəsi isə dedik axı 2 hissəli olacaq. Bazası güclü olan uşaqlardır, xüsusilə ikinci hissəni işləmək istəyən uşaqlardır. Keçən il bizim kifayət qədər şagirdimiz qoşulmuşdu. Bu il həmin şagirdlərlə davam edib çox yüksək nəticələr əldə elədi. İkinci hissə üçün isə ikinci hissənin əsas mövzuları xüsusilə funksiya, trigonometriya və fəza ən önəmli mövzular bunlardır. Bu hissə bu mövzular keçiləcək. Yaxında qeydiyyat başlayacaq. Kim ki məlumat almaq istəyir, məlumat əldə etmək istəyir, bax bu nömrəyə yazsın, adını, soyadını qeyd elətdirsin. 1-2 gün ərzində ola bilər sabah, ola bilər birisi gün, yəni bir gün sonra elan paylaşılacaq qrupların başlaması üçün. Və ilk 5 gün ərzində yazan şagirdlərə müəyyən endirim olunacaq və həmin endirimlə uşaqlar növbəti ildə də onlayn dərslərə davam edə biləcək. Amma 5 gündən sonra artıq əvvəlki qiymətində olacaq. Gəldi indi 24-ə. İndi uşaqlar 24-ü bunu həll eləyəcəm. Ondan sonra 5 apreldən bunu müqayisə eləyəcəm. Bizə deyir ki, fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8-dir. Onda uşaqlar 24 nəfər hər biri fizika və kimyadan qiymətləndirilibsə, fizikadan məqbul qiymət alanların sayı 24/8 16 nəfərdir. 16 nəfər məqbul qiymət alıb. Ardıca deyir ki, hər iki fəndən məqbul qiymət alan 9 nəfərdir. Yəni kimyadan da 9 nəfər məqbul qiymət alıb, həmin 9 nəfər fizikadan da məqbul qiymət alıb. Onda 16 nəfərin 9-u ortaqdırsa, yerdə 7 nəfər qalır. Yalnız fizikadan məqbul qiymət alanlar. Bizdən də onu soruşur. Cavab oldu 7. Uşaqlar 5 aprellə müqayisədə ətraflıları daha asandır. Bir dənə 24-ü müqayisə eləmək olar buradakı. 24 biraz çaşdırıcı sualdır. Birinci zonada problem var idi. Bir düzbucaqlı sual idi. Bu 24 ilə müqayisə eləyə bilərik. O da çaşdırıcı idi. Amma orada trapesiya sualı səhv idi. Yəni neçə dənə uşaq həll edib cavabı tapıb, amma qeyd eləməyib və yaxud da cavabı tapa bilməyib, o üçbucaq bərabərsinin pozulduğunu görüb yazmayıb. Ona görə birinci zonanın imtahanının ətraflıları buradan daha çətin idi. Amma ümumilikdə birinci zonanın imtahanı ilə bu zonanın imtahanını müqayisə edəndə çox kəskin fərq yoxdur arada. İkinci zona, bax bu 12 aprel bir tık belə deyək də birinci zonadan asandır. Yəni çox kəskin fərq yoxdur. Belə deyək də, oradakı səhv suallar səhv olmasaydı, düz olsaydı, əslində oradakı trapesiya sualı çətin sual deyildi. Asan sual idi, amma səhvlik bizim işimizi, uşaqların daha doğrusu işini işinə yaxşı təsir eləməmişdi, pis təsir eləmişdi. Əgər düz olsaydı, demək olar eyni səviyyədə suallar deyə bilərdik. Amma həm burada səhv sual yoxdur, həm sualların bir çoxu təkrarlanır. Məsələn 23 topluda var. 24-ü bilmirəm, amma 25-dən yəni dəfələrlə işlənilib, 22-dən dəfələrlə işlənilib. Bir dənə 24 burada biraz fərqlidir. 21 yəni çox asan suallardır. 20-dir. Bunların hamısından topluda var. Yəni fərqli suallar deyil. Yəni rahat-rahat suallardır hər biri. Hətta 4-cü sualdır, sonra 10-cu sual. 10-cu sualın özü bizim sınavımızda var. 4-cü sualdır. Bunlar uşaqlar imtahana düşmüş suallardır və təkrarlanan suallardır. Yəni sizi çətinə salacaq suallar deyil. Bərabər səviyyədə suallar demək olar. Sadəcə birinci zonaya burada haqsızlıq olur. Niyə? Çünki orada səhv sual var, uşaqlar stresə düşür, stresə düşmək digər suallara da təsir eləyir və s. və s. Digər illərlə müqayisədə isə nisbətən çətinləşib. Ümumilikdə nisbətən çətinləşib. Məsələn, orta səviyyəli suallar belə nisbətən yorucudur. Çox asan suallarda təbii ki, sadəcə uşaqlar digər illərlə müqayisədə 21-ci illə, 22-ci illə, 23-lə müqayisədə bir az daha çətindir. Ümumilikdə məncə uğurlu imtahan demək olar, uğurlu adlandırmaq olar imtahanı. 3-cü zonada uşaqlar kəskin fərq olmayacaq. 1 ilə 2 arasında necə kəskin fərq yoxdur. 3-cüdə də kəskin fərq olmayacaq. Mən düşünürdüm səhv sual salarlar. Nə əcəbsə ki, salmadılar. O baxımdan demə afərin. Bir dənə bu dediyimi çaşdırdı. 11-ci sual ola bilərdi. O da qapalı sual olduğu üçün kəskin bir fərq yaranmır, nəticəyə təsir eləmir. Bu qədər uşaqlar bizim ödənişsiz sınav qruplarımız da var. Bax bu nömrəyə yazaraq qoşula bilərsiniz. Bu nömrəyə yazaraq qoşula bilərsiniz. 26 aprelə qədər davam eləyəcək. Hər gün 2 dənə, 3 dənə sınav paylaşılır. Sadəcə kanala abunə olmaq lazımdır. Bir də həmin abunə olduğunuz hissəni skrin eləyib bu nömrəyə göndərirsiniz. Adınızı, soyadınızı yazırsınız. Qısa müddətdə qrupa əlavə olunacaqsınız. Bu qədər uşaqlar, hər birinizə uğurlar. Ruhdan düşmürsünüz, 26 aprel hazırlaşırsınız və qətiyyən qorxmursunuz.